bir şey yoxdur. Ona görə də bu hakimiyyətin sonu olmalıdır. Bu bir nöqtədə bir son olmalıdır da. Haçana kimi bu hökmranlıq sürəcək. Haçana kimi quldur rejim insanların ciblərini girib başqa ölkələrdə, mən bu dəfələrlə vurğulayıram. Yəni bilməyən insanlar, özləri toyluğa qoyan insanlara da çatdırıram ki, fakt bu rejim insanların qanını içir. Əliyevlər, Paşayevlər bir ailənin 5 üzvü 11 milyon insanı sarıyıb. 11 milyon insana dəyər vermir. Başa düşdünüz? 11 milyon insana dəyər vermir. 11 milyon insanın cəmi 500 mini ayağa qalxır. O da tam ayağa qalxmaq demək deyil. Bu günləri Avropada 2 milyon yarımdan çox Avropada